Salam müəllimlər. Deməli, impulsun saxlanma qanununa aid belə bir maraqlı suala baxaq. Uşaq X nöqtəsindən Y nöqtəsinə 5 metr bölü saniyə sabit sürətlə gəldiyi zaman araba hansı istiqamətdə və neçə metr yol gedər? Sürtünmə qüvvəsi nəzərə alınmır. Deməli, birinci biz burada impulsun saxlanma qanunundan gedirik. Əvvəl arabanın sürəti 0 olub da. Deməli, əvvəl arabanın sürəti olub 0. Deməli, impulsun saxlanma qanununa görə ilk impuls son impulsa bərabər olmalıdır. Deməli, əvvəl bu uşağın burada sürəti olub da. Yəni, olub nə? M uşaq V uşaq plus arabanın sürəti 0-dır, bərabərdir. İndi bunlar bizə deyir ki, araba hansı istiqamət neçə metr yol gedir? Deməli, sonda bu kütlələr toplanaraq M uşaq plus M araba var, bir dənə sürətlə hərəkət edir, ümumilikdə araba. Deməli, uşağın kütləsi 12, sürəti 5 plus 0 o 0 o heç bərabərdir. M uşaq 12 plus M araba 48 vır V. Biz buradan V-ni tapa bilərik də. Deməli, V-ni tapdıq 1 metr bölü saniyə. İndi görək bu uşaq həmin bu X-dan Y-ə nə qədər vaxta gəlib? Yazıram T uşaq bərabərdir. T bərabər S bölü V. S bölü V uşaq. Bu da bərabər. S-imiz 30-dur. V-imiz də 5-dur. Bu elədir 6. Axı məsələdə hərəkət eyni anda baş verib. Yəni, elə bir uşaq buradan bura gələnə qədər deyir, avtobus nə qədər yol gedər? Yəni, araba nə qədər yol gedər? Onda arabanın getdiyi yol nə qədər olacaq? S araba bərabərdir. Araba bərabərdir. V araba vır T. T də elə 6-dır da. 1 vır 6. Arabanın sürətini tapmışam 1. Arabanın. 1 vır 6. Bu da eləcək. Deməli 6 metr. 6 metr yol gedəcək və deməli 1 istiqamətində. 6 və 1 istiqamətində. Cavab olacaq deməli D variantı. Diqqətinizə görə sağ olun.